Azərbaycanda bu günə 4 dənə Xalq Cəbhəsi adında cəbhə var, təşkilat var, 4 dənə partiya var. Xalq Cəbhəsi biri var 89-cu ildə yaranan Xalq Cəbhəsinin idarə heyəti var idi və orada da mən bilmərəm Zərdüş Əlizadə, Araz Əlizadə, Leyla Yunus bu şəbəkə KQB-nin agenturası idi. Orada Xalq Cəbhəsinin liberal qanadı deyirdilər, radikal qanadı deyirdilər. Liberal qanad birmənalı şəkildə Moskvaya, Rus imperiyasına, KGB-yə bağlı qüvvələr idi və bugün belə onlar Azərbaycan, SSR 30 ildir dağılıb, Azərbaycan 30 ildir müstəqildir. Bu günləri belə onlar Azərbaycanın müstəqilliyini həzm eləmir. Ancaq o cümlədən, onları, Raufun mən haqlı olduğu tərəfini deyirəm. Məsələn, mən tutaq ki, Xalq Cəbhəsi türmədə olmuşam. Milli Şura yarananda mən türmədə olmuşam. Şərrənib, türməyə salınmış adam olmuşam. Yəni, bugün əgər haqsızlıq, Sərdar Cəlalovun çıxışına gəlirəm. Mən də izləmişəm. Tutaq ki, Sərdar Cəlalov, mən həmin indi yaşadığımız, Əli Kərimlinin yaşadığı binada, mənim yaşadığım binada, Əli Kərimlinin biz alt üst yaşayırıq. Ora ilk yaşayan adam mənəm. Yəni, o binada ilk yaşayışa gedəm, məndən öncə o bina təhvil verilmişdi. Mənim evim yox idi, çoxu da orada dövlət müşavirlərinin, məmurların evləri idi ki, evə ehtiyacı yox idi. Yəni, o binada ilk yaşayan adam mənəm. Məndən 2 il, 3 il sonra tutaq ki, ancaq Sərdar Cəlaloğlu deyir ki, tutaq ki, bu böhtanıdır, bizim davamız buradan başlayıb ki, güya Ramiz Mehdiyev o binada yaşayır, orada Əli Kərimli ilə orada bir binada yaşayırlar, orada bu ağ yalandır. Əgər bunu mən başa düşsəm ki, bu adam Ramiz Mehdiyevin nə o bina ilə heç bir əlaqəsi olmayıb, heç bir zaman Ramiz Mehdiyevin orada o bina ilə bağı olmayıb. Əgər bu cəmiyyətdə çıxır bir adam açıq yalan deyirsə, demək onun dediyi doğruya da şübhə altına salır. Şübhə altına salır. Əgər həqiqətən də Sərdar Cəlaoğlu deyir, mən baxmamışam o verilişə, deyirsə Milli Şuranın Rauf Arifoğlu yaradıbdır, mən türmədə ola bilirəm ki, həmin dövrdə Rauf Arifoğlu Milli Şuranın yaranmasında ən az iştirak eləməyib, mübahisə olubdur. Yəni, bu tarixi faktdır. Yaradıb demədi, sadəcə o proseslərdə iştirak etdiyini. İndi bilmirəm də nə cür deyib, onun dediyini deyirəm də indi Rauf'ı. Yəni, söhbət bunda deyir ki, həmin vaxtı, tutaq ki, mən türmədə ola, ən az o gedişəti türmədən izləmişəm, bilmişəm də təxminən kimin mövqeyi yaradı, Milli Şurasını ki, bəli, Milli Şuranı yaradanda kimi idi təklif verdilər? Rüstəm İbrahimbəyev. Aydın məsələdir ki, Rüstəm İbrahimbəyev həm Rusiya vətəndaşı idi, həm ruhuna, iliyinə qədər Rus imperiyasına bağlı olan bir adamdır. Bu Azərbaycanın müstəqilliyinə fayda verə bilərdik. Yəni, bunu deyilər ki, bu araşdıranda deyiləndə gərək bilir. Bu elə deyil ki, gizlin yaradılmayıb ki, oğurluq təşkilat deyil ki. Yəni, ən azı məsələ qaldırılanda, məsələn, bəli, Rauf Arifoğlu deyirsiniz, eyni səviyyədə Rauf Arifoğlu vaxtilə Milli Azadlıq Hərəkatında iştirakçı olubdur. Və bu hakimiyyətə qarşı ən kəskin, radikal mövqedə dayanıbdır və sonraki mərhələdə hakimiyyətə dəstək veribdir. Yəni, biri var Rauf Arifoğlunun Milli Azadlıq Hərəkatındakı dövrdəki fəaliyyəti, biri var indiki fəaliyyəti. Yəni, hadisələrə yanaşanda, yox, proseslər də, hadisə, bax, bu günləri kimisə fəaliyyəti deyir ki, indi biz Sərdar Cəlalovun fəaliyyətini araşdırırıq, yoxsa Ramiz Mehdiyevi. Biz prosesə münasibət bəstəyirik ki, yəni, bu günləri Azərbaycanda hansı proses gedir? Əgər, Heydər bəy, sizə ən azı, mən sizin millətimizə, vətənimizə, dövlətimizə nə qədər bağlı olan bir insan olduğunuza zərrə qədər şübhəm yoxdur. Yəni, bunu siz, biri var, bu nöqteyi nəzərdən açsaqsınız, yəni özünüz də bu tərəfdən işıqlandırasınız, müsbət təsir verəcək. Əksinə, başqalarının, əksinə, mən də onu deyirəm, ora yönəldək. Əksinə, həmin Ramiz Mehdiyevin bugünkü vəziyyətdə əmin olun ki, ən böyük dayağı bugün hakimiyyətin içindədir. Yəni, ona görə, axırıncı dəfə Sevinç xanımla Müsavatda da müsahibə verəndə dedi Ramiz Mehdiyev. Dedim, Ramiz Mehdiyev yox. Ramiz Mehdiyevlər. Ramiz Mehdiyev tək öz olsa, özünü yandır. İqtidarda da var, müxalifət. Bəli, yəni Ramiz Mehdiyevlər. Bu Rus satqınlar, milli satqınlar, ona adını 5-ci kolon deyin, niyə deyin? Yəni, daim vətəni, milləti sataraq, millətimizin faciələri üzərində əsrlərlə öz meşcan harın həyatını təmin edən milli satqınlar. Və onlar Heydər bəy, bizim faciəmiz nədir? Bax, millət olaraq. Çünki bu qüvvələr
təşkilatlanmış şəkildədir. Çünki bunların arxasında imperiya dayanıb. Bunlar vahid bir mərkəzdən idarə edilir. Məsələn, tutaq ki, onlara çağırırlar ki, bu günlər sizin lideri bu olacaq. Yəni, o, Rus imperiyası bir dövlət mexanizması ilə öz agenturasını idarə edir. Və bunun kim müxalifətdə olacaqdır, kim harada hakimiyyətdə təmsil olunacaq, kim mandat alacaqdır. Bu, dövlət tərəfindən, imperiya tərəfindən ancaq milli qüvvələr kimdir? Məsələn, Nemət Pənahlı öz düşüncəsi kimi, istədiyi kimi fəaliyyət göstərir. O biri öz düşüncəsi fəaliyyət. Hərə fərd olaraq biz fəaliyyət göstərir. Uzaqbaşı qrup olaraq. Biz qrup olaraq bəzən öz aramızda kəskin adi bir dənə sözə görə qırğına çıxırıq. Ancaq onlar isə dövlətdən, dövlət içində dövlət kimi təşkilatlanıblar. Və onlar lazım gələndə onlara bu dəqiqə komanda veriblər ki, hamınız Ramizi vurun. Yəni, bu günləri mənim böyük ehtimalım var ki, Ramiz Mehdiyevin üzərinə gedənlərin böyük əksəriyyəti Ramiz Mehdiyevin ən sadiq köpəkləridir. Niyə? Çünki açılmasın. Açılmasın. Burada hamı gedir. Yönləndirilsin. Buraya gələnlər hamısı Ramiz Mehdiyevin əleyhinə danışır. Siz qarışır. Bunu necə ayıraq bir-birinə? Ay solda görürsə, onun üçün ayırmaq o qədər çətin. Mən ona görə bu sualları verirəm, amma hələ ki cavab tapa bilmirəm. Hər bir şeydir. O qədər çətindir ki, siz də əleyhinə danışırsınız, o da danışır, siz də deyirsiniz hamısı köpəkləridir. Yox, indi bunu araşdırmaq var. Ramiz Mehdiyevin 30 illik fəaliyyəti var da. Elədir. Onun üçün deyirlər ki, bu günə baxmırsan ki, bu proses hardan gəlib? Ramiz Mehdiyev gəlib fəaliyyətə gələndən bax, həmin dövrdə bir daha desiniz, mən ən azı 2 il prezident aparatında işləmişim. Heydər Əliyevin hakimiyyətə gələndə arxivləri qaldırın, baxın, çıxışları var axırda. Maksimum çalışırdı ki, milli burada birlik yaransın, milli dövlət yaransın. Yəni, hakimiyyətlə müxalifət barışıq şeyə geçsin. Ən azı mənə tapşırıq verib, mən prezident aparatında bununla bağlı partiyaları mənim təxminən işlədiyim 2 ay deyildi. Bunu təşkil eləmişik ki, Azərbaycanda milli qüvvələr bir araya gəlsin, milli birlik yaransın, dövlətlə, hakimiyyətlə müxalifət əməkdaşlıq eləsin, düşmən olmasın. Yəni, mənim sözümə inanmayan, mənim sözümə şübhə eləyən, siz də əgər varsa, qaldırın, tarixi çıxışları var da, Heydər Əliyevin çıxışları hamısı internetdə dayanıb ki, nə qədər maraqlı. Ancaq Ramiz Mehdiyev məhz bu o aparata gələndən sonra bu fitnəni tökdü. Nə? Müxalifətlə hakimiyyət düşmən edilsin. Niyə? Çünki hakimiyyətə bu öz iddiasını eləmək, xalqı qaldırır, şey eləsin ki, təzyiq vasitəsi kimi istifadə eləsin. Yəni, biz olmasaq, burada oyunu qurur, bax bu günlərdən oyunu qurur, hakimiyyət deyəndə prezidentə qarşı da təşkil eləyir özü. Və sübut eləyir ki, mən olmasam, yəni bizə eləməsək, görürsən, xalq qalxar bunu eləyər. Bu, fitnəkar, bu artıq Ramiz Mehdiyevin də başı deyil. Bu, Rus imperiyasının senarisidir ki, xalqla hakimiyyət arasında uçurum yaratsın. Xalqla hakimiyyəti düşmən kimi gətirsin ortalığa. Bu xarici qüvvələrin, istənilən xarici qüvvələrə ölkəyə müdaxilə eləyəndə, xalqla, hakimiyyətlə, dövlətin birliyi olan yerdə o ölkəyə qalib gəlmək mümkün deyil. Qeyri-mümkündür. Və bunu indi dövlət hakimiyyət mən fürsətdən istifadə edib hakimiyyətə müraciət edirəm. Bugün bu vəziyyəti necə yaradıblar? Azərbaycanda iqtidar, müxalifət, münasibəti erməni ilə gedib biz danışırıq. İllərlə ən az görsəndə bizə düşmənçilik eləyən erməni ilə. Artıq erməni ilə gedib kimsə qucaqlaşır, başır. Ancaq hakimiyyətlə müxalifət arası bir araya, satıldı. Hakimiyyətdən bu dəqiqə çığırırlar ki, vay dədə, kimsə hakimiyyətə tutaq ki, tənqid eləmədisə, kimsə hakimiyyətə qarşı layal bir münasibət göstərir, aya satıldı. Aya satıldı. Yəni, hətta biz də türküyük, Heydər bəy, Anadolu türkü də türkdür. Mən bu fikri vurğuluyam. Mən Türkiyəyə burada təsəvvür edir ki, Azərbaycanda bu gün də o nə var? Niyə var? Biri gedib, məsələn, 2 adam dalaşır, laf qan düşsün, gedib polisə şikayət eləyənə, polisə verənə alçaq kimi baxırlar, satqın kimi baxırlar, xain kimi baxırlar. Bu ənənə bu gün də burada yaşayır. Ancaq mən getdim, tutaq ki, Anadolu Türkiyəsinə gedəndə gördüm, millət neçə çıxsıraz polisə müraciət edirlər. Niyə? Sonradan fikirləşdim, niyə bu belədir? Mənim özü gəldiyim qənaətlərim. Çünki Azərbaycanda 200 il müddətində yaradılan dövlət düşmən dövləti olub.
dövlət aparatı, polis orqanları xalqa yox, düşmənə xidmət eləyibdir. Rus imperiyasına xidmət eləyib. Ona görə xalq öz içində məsələsini aydınlaşdırıb, dövlətə də baxıb düşmən dövləti kimi, polisə də baxıb düşmən polisi kimi. Ona görə Sovetlərin bəli də 200 illik. Psixoloji xəstəlik. Bəli, bu yox bu artıq indi biz müstəqil dövlətik axı. Demək biz bu ənəni təsəvvür elə bu gün də yaşadırlar. Artıq bu gün də yaşadırlar. İndi biz ona görə də burada elə bir ədalət. Əgər başda məsəl mən deyirəm, məsələn mənim kimi bax Nemət Fənalı. Mən əgər şərrənib həbs edilmişəmsə, baxıram ki, çevrəmdə bu adam bu qədər milli qüvvələr şərrə həbs edilirsə, məhkəmə yalan qərar çıxarırsa, mən ədalətə necə inanım? Və yaxud da ki, Sərdar Cəlaloğlular çıxır, açıq ağ yalan deyirsə, böhtan deyirsə, mən bu böhtana ya şərik olmalıyam, bunun böhtanına qoşulmalıyam. Mən əxlaqım var, mən düşmənə böhtan atmaram. Mən düşmənçiliyi də, dostçuluğu da kişi kimi eləyərlər. Mən düşmənə belə şər deməyi, böhtan deməyi alçaqlıq bilirəm, ləyaqətsizlik bilirəm, şərəfsizlik bilirəm. Sən siyasi marağına görə, kimsə sifarişinə görə, ya kimsə başda qaralamağa, ya ki, bu əxlaqsızlıqdır, bu mənəviyyətsizlikdir. Ona görə etdikləri sizə görə buyurun. Bəli. Bəli, belədir. Bu adam sadəcə şəxsi qərəzi deyirsən, bax təsəvvür elə ki, bu adam adı Demokrat Partiyasıdır. Nə olubdur? Bax, bu adamla, bu cəmiyyətin münasibətini fürsətdən düşmüşən deyirəm. Bax, Heydər bəy, bu adamı nə tanımamışım. Nə heç bir mənfi və müsbət münasibətimiz olmayıb. Bax, mənlə 30 ildir düşmənçilə. Nəyə görə? Eyni sual sizə də verim. Nəyə görə? Cavabını deyirəm. 89 o dövrdə mənim Azərbaycan Hala Xalq Cəbhəsi yeni yaranmışdı. Bütün Azərbaycan xalqı dəyirman daşı kimi mənim ətrafımda birləşmişdi. Yəni mənim bir sözümün qarşısına ikinci söz yox idi.